Əziz həmvətənlər, sizi xalqımızın milli bayramı olan qədim adət-ənənələrə söykənən Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər il Azərbaycan xalqı tarixin süzgəcindən keçərək bizə əmanət gələn Novruz bayramlarını birlikdə qeyd edir. Novruz bayramı Azərbaycan xalqının ən əlamətdar, ən qədim bayramlarından biridir. Bu bayramda insanlar bir araya gəlirlər. Küslülər barışırlar. İmkanlı insanlar imkansız insanlara yardım edirlər. Artıq bir neçə ildir xalqımız bu bayramı qalib xalq kimi qeyd edir. Sanki bayram əhval-ruhiyyəsi də dəyişibdir. Əvvəlki illərlə müqayisədə biz insanlarımızın daha şən, daha güləriz olduğunu və bu bayramları daha mehriban bir şəkildə keçirdiklərini görürük. Bugün ölkəmiz davamlı olaraq inkişaf edir. Bugün ölkə prezidentinin bilavasitə diqqət və qayğısı ilə artıq insanlarımız öz doğma yurtlarına qayıdırlar. Bugün sevindiricidir ki, artıq Cəbrayıllar da, Füzulilər də, Şuşalılar da, Zəngilanlılar da bu bayramı öz doğma yurtlarında, isti ocaqlarında qeyd edirlər. Artıq bu ərazilərdən, bu bölgələrdən uşaqların səsi gəlir. Artıq insanlarımız bu bayramları öz doğma yurtlarında qeyd edirlər. Bizim ən böyük arzumuz torpaqlarımızın azad olunması idi ki, biz buna nail olmuşuq. Artıq qarşıda bizi daha böyük qələbələr və daha böyük uğurlar gözləyir. Bu bayram münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Hər birinizə bol ruzi, bərəkət, xeyir arzulayıram. Bayramınız mübarək.